Ağası. Sən. Niyaz. Başlayamıyorum. Aa, başım ağrıdı. Niyaz bir an başlasan var ha. Partladasan kardeş. Belə təsəvvür eləməmişdik yazanda. Asığı. Qulaq assa. Onu da sindirəm. Ay. Qulaq, mən də başım çıxmır, kömək eləyim, nəysə. Qulaq, Elə bil indi başlayırdın ha oxlanda. Yoxsa orada deyil. Nüsrət. Ha. Bir dəqiqə dayan görmür. Sən WhatsApp-da kişilikdən status paylaşan adamı indi. Nə hallara düşdün hə? Nə deyirsən ha? Oyda, əvvəl yumruğunu vururdun, stoldan toz qalxırdı, indi un qalxır. Nəsə tərsdir burada. Ərəysə. Qalaqası, deyirəm ki... Niyə belədir bu, nəsə? Deyirəm ki... Bu nəsə səhv oldu. Sən əlinin xamırı ilə kişi işlə qarışma. Qalaqası, Ha. deyirəm ki... Bu şeydən... Həlimən gəlindən xəbərim var. Arvad şeylər danışma. Nə olsun xəmir atırıq burada? Nə olub ki, Həlimən gəldi? Ha? Evdə dalaşıb, uşaqları da qoyub evdə, qaynanasını götürüb çıxıb gedib dədəsinin evinə. Qaynanası niyə? Kişiyə böyük dərd verib də anasız qoyub. Niyaz, bəsli kişi söhbətləri elə biraz, Niyaz. Kişi söhbətləri, Hə. fikirləşim. Yox, o ağır söhbətdir, gözlə. Yox, o da... Yox, deyə məndə. Sən elə. Şeyi gördün də ilkini. Silkin, hə? O var video zaten. Gördün, gedib Opel alıb. Opel də xala qızı qalıb üstündə. Xala qızı demişkən, Həlimən xalası qızı... Bəsli də! Nə istədin bu Həlimədən sən? Boşqaf vermişdim, geriyə boş qaytarmışdı. Bir şey pişir də, ifritədir, ifritə. Dur canım o mənim evimə. Niyə? Dur! Nikillərin qoyacaq sətində un işarəsi qalacaq. Çıx mənim evimə. Çıx mənim evimə. Bu xəmirdə nəyəsə səhv eləmişsən. Bilmirəm tay, plastirindir, xəmirdir, nədir bu? Qapını aç.